إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz dəyərli qardaşlar, ilk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir, buyurur ki, öz kəlamında. Biz sizdən əvvəlki əhl-i kitabı tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və necə bilirsiniz, əzəmətli günlərdəyik və demək olar ki, həccin əhkamlarını bitirmişik artıq və həccin tamamlamağı üçün sadəcə 1 və ya 2 gün qalıb. Və bu əzəmətli ibadət, hansı ki içindəydik, bu əzəmətli günlər, hansı ki çalışdıq ondan nəsə pay götürək, Allahdan diləyirəm ki, Allah Taala bizi müvəffəq olanlardan etsin bu günlərdə. Və bu ibadət həqiqətdə də əzəmətlidir. Və keçən dəfə toxunduğumuz kimi, onda müsəlman üçün əzəmətli dərs var. Əzəmətli dərslər var, əzəmətli ibrətlər var. Düşünəndə insan dərk edir bunu. Onun əhkamlarına baxanda, düşünəndə ki, nə üçün məhz bu cür əmr edilib, ibrət alır. Və bəzisinə toxunduq keçən mövzuda. Və bu dərslərdən hansı ki, müsəlman bu əzəmətli ibadətdən özünə dərs götürməlidir, bu ibadət bizə tabiçiliyi öyrədir. Öyrədir tabiçiliyi Peyğəmbər sallallahu aleyhi və səlləmə. Öyrədir tabiçiliyi Rəbbimizə, göndərdiyi, bizə verdiyi, kamil etdiyi şəriətə. Ona görə də həcc əslində tərbiyədir. Həcc tərbiyədir, insan üçün tərbiyələndirir, onu pak, təmiz şəriətə tabi olsun. Sözlərində, əməllərində, şəriətdə nə gəlibsə ona müvafiq hərəkət etsin, ona müvafiq söz desin, ona müvafiq əməl etsin. Allah və elçisinin əmrindən kənara çıxmasın. Hətta o əhkamlar hansı ki, bu ibadətdə gəlib və əksəriyyətin də mənasını başa düşməsək də yerinə yetirdiyi nə üçün? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm etmişdi bunu. Tavaf kimi, səy kimi, ümumən baxsaq tavafın 7 dəfə olması, Səfa Mərvə arasında 7 dəfə gedib gəlməyimiz, nə üçün məhz bu sayda olan ədəd, eləcə də daş atdığımızda nə üçün məhz bu sayda daş atırıq və təkrarən niyə gedirik bu günlərdə, eyni saatda, eləcə də Kəbəyə tavaf üçün düşdüyümüzdə, başlayanda görsən ki, sünnədəndir ki, qara daşı öpək. Ümumən bütün əhkamlar, Ərəfada dayanmaqdan, eləcə də Müzdəlifədə gecələməkdən tutmuş, Minada qalmaq, nə əməl etdiysə, onların əksəriyyətin mənasını bilmirik, nə üçün edirik? Edirik çünki Peyğəmbər sallallahu aleyhi və səlləm edib. Deməklə ki, xudu anni mənasikakum. Məndən həccinizin əhkamlarını götürün. Edirik çünki tabiçilikdir bu. Peyğəmbərin gətirdiyinə, əmr etdiyinə,
dediyinə edirik, çünki istəyirik ki, tabiçiliklə Allahın sevgisini qazanaq. Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullah. De, əgər Allahı sevirsinizsə mənə tabi olun. Allah da sizi sevsin. Ona görə əmr edib. Rəbbimiz elçisinə tabi olaq. Və mə ətəkumur rasulü fəxulu. O sizə nəyə əmr edirsə götürün. Və mə nəhəkum anhu fəntəhu. Nəyi qadağan edirsə ondan çəkinin. Ona görə gəlib İmam Əhmədin müsnədində Peyğəmbər sallallahu aleyhi və səlləmlə nəql olaraq Cəbir radiyallahu anhu deyir ki, gördüm Peyğəmbər sallallahu aleyhi və səlləm bayram günü mininin üstündə daş atır. Deyir ki, xudu anni mənasikakum fə inni lə ədri ləalli əllə əhuccə bə'də həccəti həli. Məndən həccinizin əhkamlarını götürün, mən bilmirəm, bəlkə gələn il həcc etmədim. Yəni, bu həccim kimi gələn il həcc etmədim. Bu dərsdir bizə. Peyğəmbər sallallahu aleyhi və səlləm xitab edib ümmətinə bu sözlərlə. Səhabələr başa düşüb o xitabı. Ondan dərs götürüb özü üçün, özləri üçün tətbiq ediblər həyatlarında. Ona görə Ömər Xattab radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin etdiyini izləyirdi. Nə edirdisə edirdi. Radiyallahu anhu. Hətta Qaradaşı öpəndə Peyğəmbər sallallahu aleyhi və səlləm öpüb deyə öpür. Sonra nə deyir? Deyir ki, inni lə'ələmu ənəkə həcər. Mən bilirəm ki, sən daşsan. Lə tədurru və lə tənfə. Nə zərər verirsən, nə fayda verirsən. Və ləulə ənni rəaytun nəbiyyə sallallahu aleyhi və səlləm yuqabbiluk mə qabbəltü. Əgər görməsəydim, Peyğəmbər sallallahu aleyhi və səlləm səni öpüb öpməzdim. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçilik həm bu ibadətdə, həm digər əmirlərində nicatdır, uğurdur, insanın xilasıdır, ona müxaliflik həlakdır, fitnədir. Rəvayət olunur ki, bir kişi İmam Məlik İbn-i Ənəsin yanına gəlir. Deyir ki, ya Əbə Abdillah, min əynə əhrum. Ey Abdullahın atası, hardan ehrama girim? Deyir ki, min Zülhüleyfə, min heythu əhrama Rasulullahi sallallahu aleyhi və səlləm. Deyir ki, Zülhüleyfədən ehrama gir. Hardan ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ehrama girib. Deyir ki, inni uridu ən əhruma minəl məscidi min indil qabr. Deyir ki, mən istəyirəm, məscidin yanından, qəbrin yanından ehrama girim. Nə deyir ona İmam Məlik? Deyir ki, lə təfəl, etmə. Etmə, inni yaxşı aleykəl fitnə. Mən sənin üçün fitnədən qorxuram. Deyir ki, kişi ona, və əyyü fitnətin hədihi. Deyir ki, nə fitnə var bunda? İnnəmə hədihi əmyəlun əziduhə. Bu sadəcə bir neçə mildir, yəni bir neçə məsafədir, hansı ki, artıracam. Yəni, uzaq bir məsafədən girəcəm. Deyir ki, o əyyü fitnətin ə'zam min ən tərə ənəkə səbəqdə iləl fəzilə. Qassara anhə Rasulullah s.ə.v. Deyir ki, hansı fitnə daha əzəmətlidir ki, sən özünü elə görürsən ki, sən fəzilətə çatmısan, Peyğəmbər isə naqisliyə yol verib onda. Bundan daha əzəmətli fitnə nə ola bilər? Sonra deyir ki, eşitdim, Peyğəmbər sallallahu aleyhi və səlləm deyirdi ki, فَلْيَحْذَرِ الَّذ۪ينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ أَنْ تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ. Allah Teala deyir ki, onun əmrinə, yəni Peyğəmbərin əmrinə müxalif olanlar qorxsunlar başlarına gələcək bir fitnədən, yəni düçar olacaqları bir fitnədən və ya onlara toxunacaq şiddətli əzabdan. Ona görə də ixlas, tabiçilik önəmli məsələdir. Əzəmətli məsələdir. Hər bir əməldə, hər bir sözdə
Çünki salih əməllərin qəbul olması və ya rədd olunması buna bağlıdır. Əgər varsa bu şərt, qəbuldur əməllər. Yox, əgər yoxdursa və ya ikisindən biri yoxdursa, əməl rədd olunur. Ona görə Allah Teala nə deyir? Liyəbluvakum əyyukum əhsənu əmələ. Sizin hansınızın yaxşı əməl etdiyini sınağa çəkəcək. İbn Kəsir rahimehullah deyir ki, əməl yaxşı olmur ta ki Allah üçün xalis olmayınca və Məhəmmədin, yəni Allahın elçisinin şəriətinə uyğun olmayınca. Əgər bu ikisi yoxdursa və ya bunlardan biri yoxdursa, bu iki şərtdən, onda əməl batildir. Fudayl ibn İyad deyir ki, Allah Teala deyir ki, sizin hansınızın yaxşı əməl etdiyini sınağa çəkəcəm, o deməkdir ki, hansı ixlaslıdır və hansı doğrudur. Dedilər ki, Əbu Əli, ixlası və doğru olmağı nədir? Dedi ki, əməl əgər xalisdirsə, doğru deyilsə qəbul deyil. Və əgər doğru olub, xalis deyilsə yenə qəbul deyil. Ta ki, xalis və doğru olmayınca. Xalis də əgər Allah üçündür. Doğrudur əgər Peyğəmbərin etdiyi kimidir. Peyğəmbərin sünnəsi kimidir. Bu əzəmətli dərsdir bizə həcdən. Və həmçinin əzəmətli dərslərdən həcdə götürəcəyimiz daima xatırlamalıyıq ki, şeytan daima düşməndir bizə. Ona görə həccin bəzi əməllərində bu özünü açıq aydın göstərir. Xüsusən də daş atanda, cəmaratda, daşlayanda insan dərk edir ki, şeytan daimi düşməndir insana. Və xatırladır həcc onlara əbədi düşmənlərini, əzəli düşmənlərini, hansı ki, hər gün çalışır ki, azdırsın onları. Hər gün min cür hilə qurur onlar üçün. Ona görə insanların çoxu bilməsə də, qafil olsa da. Halbuki Allah Teala çəkindirib bizi şeytandan. Onun düşmən olmasını vurğulayıb bizə. Yə eyyühəllədinə əmənu, lə təttəbi xutuvatəş şeytan. Ey iman gətirənlər, şeytanın addımları ilə getməyin. İnnə şeytanə ləkum aduvun fəttəxiduhu aduvu. Həqiqətən şeytan sizin üçün düşməndir, onu düşmən götürün. Və bu düşmən insanlara vəsvəsəsi, onları tələyə salması eynidir, yox. Hərənin halına görə. Əgər insan dinləyən cahildirsə, ona dində olmayan əməlləri, sözləri bəzədir. Əgər xeyri, şəri tanımırsa, aldadır onu. Bidəti sünnə kimi göstərir. Ona görə əməl edir. Bəzən elə olur ki, canfəşanlıq göstərir əməldə. Çalışır ki, çox əməl etsin, artıq əməl etsin. Ola bilər qəsdi yaxşı olsun, lakin həqiqətdə əməli puşdur. Heç nə əldə etmir. Qul həl nunəbbiyukum bil əxsərinə əmələ. De, sizə əməl baxımından xəsarətə uğrayanı xəbər verinmir. Əllezine dalle sa'yuhum fil hayatid dunya. O kəslər ki, dünya həyatında çalışırlar, yəni əməl etməkdə səy göstərirlər, çox əməllər edirlər. Və hum yəhsəbun ennəhum yuhsinun sun'a. Onlar elə hesab edirlər ki, nəsə yaxşı iş görürlər. Halbuki əməlləri nədir? Qəbul deyil, batildir. Çalışsalar da. Və yaxınlaşır batil əhlinə başqa qapıdan. Eləcə də asilərə, günahkarlara başqa qapıdan dünyanı bəzədir onlar üçün. Günahları bəzədir onlar üçün, parladır. Ta ki, qəlbləri o günahları sevməyincə, qəlb o günaha bağlanmayınca, o günahdan ləzzət almayınca. Bəzən elə olur ki, günahı müdafiə edir. Günaha görə ədavət aparır, günaha çağırır. Çünki şeytan bəziyib onun üçün. Ləuzeyyinənnə ləhum fil ardı və ləuğuyənnəhum əcməin. Nə deyir şeytan? Sən məni yoldan çıxartdığına görə, yəni cənnətdən qovduğuna görə. Mən də yer üzündə onlara pis işləri gözəl göstərib
onların hamısını azdıracam. Və gəlir təkəbbürlüyə, onun təkəbbürlüyünü bəzədir. Təkəbbürlü edir, haqqı qəbul etmir, nəsihəti qəbul etmir. Haqqı eşidir, qəbul etməkdə gecikir, zəlalətində qalır. Hətta nə olur? Ölüm onu haqlayır. Asilik üstündə, günah üstündə haqqı rədd edərək bu dünyadan köçür. Hətta qəzəbliyə vəsvəsə edir, ağlını başından alır, əsəbləşdirir, özündən çıxarır, gözü bağlanır, qulağı bağlanır, heç nə eşitmir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm fikir verir, qəzəblənənə tövsiyə edib ki, qəzəblənməsin. Bir kişi deyir ki, sallallahu aleyhi və səlləmə, mənə nəsiyyət elə. Yəni, tövsiyə et, deyir ki, lə tağdab, qəzəblənmə. Təkrarlayır, deyir ki, mənə nəsiyyət elə, sanki az gəlir ona bu. Deyir ki, qəzəblənmə. Gəlir xəsisə, paxıla vəsvəsə edir, qorxudur onu nə ilə, kasıblıqla ki, xərcləməsin, nə özünə, bəli, bəzən heç özünə də xərcləmir. Kasıblıqdan qorxduğu üçün, nə özünə, nə ailəsinə, nə Allah üçün ehtiyac sahiblərinə xərcləmir. Çünki şeytan vəd verib ona kasıblığa. Şeytanu ya'idukumul fəqra. Şeytan sizə kasıblığı vəd verir. Və ya'murukum bil fəhşə. Sizə pozğunluğu əmr edir. Vallah ya'idukum məğfiratan minhu və fadlə. Allah isə sizə bağışlanma vəd edir və öz lütfünü vəd edir. Vallahu vasi'un alim. Allah yəni hər şeyi əhatə edəndir, biləndir. Və sonunda nə olur? Sonunda qiyamət günü inkar edəcək sizlə olan bağlılığını, sizdən uzaq olduğunu deyəcək. Ona tabi olanlardan imtina edəcək. Misal çəkib Allah Teala şeytanı necə azdırır, necə imtina edir. Kəməthəli şeytan iz qalə lil-insani ukfur. Şeytanın misalı kimi insana dedi ki, küfr et. Fələmmə kəfər, elə ki küfr etdi. Nə deyir? Qalə inni bəriyum mink. Deyir ki, mən səndən uzağam. İnni yaxafullaha rabbəl aləmin. Mən aləmlərin Rəbbi olandan qorxuram. Nədir aqibətləri? Fəkənə aqibətuhuma ennəhuma finnər. Aqibətləri, sonluqları odur ki, hər ikisi, yəni şeytan da, azdırdığı da oddadır. Xalidinə fiyhə, əbədi. Yəni orada qalaraq. Və zəlikə cəzəu zalim. Bu zalimların cəzasıdır, mükafatıdır. Və qalə şeytanu ləmmə qudiyəl əmr. İnna Allaha va'adakum va'dal haqqi və va'adtukum fəəxləftukum və va'adtukum fəəxləftukum və mə kənə li aleykum min sultan. İş bitdikdə şeytan deyəcək olaraq, həqiqətən Allah sizə vəd vermişdi, mən də sizə vəd vermişdim, lakin mən vədimə xilaf çıxdım. Mənim sizin üzərinizdə heç bir hökmranlığım yoxdur. İllə ən dəavtukum. Sadəcə çağırdım sizi, yəni dəvət etdim. Fəstəcəftum li. Siz mənə cavab verdiniz. Fələ təlumuni və lumu anfusakum. Məni günahlandırmayın, yəni məni danlamayın, özünüzü günahlandırın. Mə ənə bi musrifukum və mə əntum bi musrifi. İnni kəfartu bimə əşraftumun min qabl. İnnə zaliminə ləhum əzabun əlim. Ona görə deyir ki, nə mən sizin köməyinizə çata bilirəm, nə siz mənim köməyimə çata bilirsiniz. Heç şübhəsiz ki, mən əvvəllərdə sizin mənə şərik qoşmağınızı rədd etmişəm. Həqiqətən zalimlar üçün bir əzab hazırlanıb. Ona görə də sığın şeytandan Allah Taalaya. Sığın Allah Taalaya və qorx ki, şeytan sənin üçün çəkdiyin bu qədər əziyyəti batil etməsin. Bu həcc ibadəti hansı ki yerinə yetirmirsən, çalışmısan ki, onu batil edəcək heç bir əməl etməyəsən, onu pozacaq heç bir söz danışmayasan, ona xələl gəlməsin. Ondan sonra fəsad olmasın əməllərin. Dinin fəsad olmasın. Ona görə Allah'a sığın, Allah'ın zikrinə davamiyyətli ol. Səhər axşam zikirlərini et. Allah'ın kitabını oxu. Davamiyyətli olaraq ki,
fəsad olmasın, özün də, nəfsin də, evin də, dünyan da, dinin də. Və həmçinin bu həcc hansı ki etmişik, ondan götürdüyümüz əzəmətli dərslərdən biri də o oldu ki, insanlar Allah qatında bərabərdir. Fərqlənirlər təqvalarına görə, əməllərinə görə. Müxtəlif ölkələrdən gəlsələr də, müxtəlif dildə danışsalar da, müxtəlif millətlərdən olsalar da, hamısı bir darağın dişi kimi bu ibadəti yerinə yetirəndə bir idilər. Aralarında onları fərqləndirəcək heç bir şey yox idi. O üstünlüklər hansı ki, bu ibadətdən qabaq görsənirdi, açıq aydın, zahirən yox idi bu ibadətdə. Varlı kasıbın yanında, hakim məhkumun yanında, böyük kiçiyin yanında, hamı eyni libasda, zahirən eyni görkəmdə, varlı da, kasıb da, güclü də, zəif də, hamısında şuarı bir idi. Şuarları bir idi, hədəfləri bir idi, etdikləri əməllər bir idi, dedikləri sözlər bir idi. Nə irqçilik var idi, nə qövmçülük var idi, nə təəssübkeşlik var idi, nə dərinin rənginə görə, nə cinsə görə, nə təbəqələşmə var idi, nə xarici görünüşə görə bir-birindən seçilirdilər, nə ibadətə görə bir-birindən seçilirdilər, nə məkana görə bir-birindən seçilirdilər, nə zamana görə bərabər idilər insanlar. O üstünlüklər, hansı ki ayırırdı onları bu ibadətdən qabaq, hamısı gizli idi. Yalnız təqva fərqləndirirdi onları. Allah qorxusu. İnnə əkramakum indallahi ətqakum. Allah yanında ən hörmətliniz Allahdan ən çox qorxanınızdır. İnnəllaha alimun xəbir. Allah Taala biləndir, xəbərdar olandır. Sonra nə deyir Rəbbimiz? İnnə həzihi ummətukum ummetun vahidə. Bu sizin ümmətiniz bir ümmətdir. Və ənə rabbukum fa'budun. Mən də sizin Rəbbinizəm, mənə ibadət edin. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, Ən-nəsu bəni Ədəm. İnsanlar Adəm övladıdır. Və Ədəmu min turab. Adəm də torpaqdandır. Yəni Allah qatında heç bir fərq yoxdur. Fərqləndirən nədir? Təqva. Fərqləndirən nədir? Əməl. Yə eyyuhən-nəs Ələ innə rabbəkum vahid. Deyir ki, sallallahu aleyhi və səlləm, ey insanlar, bilin və agah olun ki, sizin Rəbbiniz birdir. Və innə əbəkum vahid. Sizin atanız da birdir. Ələ lə fadlə li ərəbiyyin ələ əcəmi. Bilin, agah olun ki, ərəbin əcəm üzərində fəziləti yoxdur. Və lə li əcəmiyyin ələ ərəbi. Nə də əcəmin ərəb üzərində bir üstünlüyü yoxdur. Və lə əhmər aləl əsvad. Nə qırmızı dərilinin, qara dərili üstündə bir fəziləti yoxdur. Və lə əsvad ələl əhmər. Nə də qara dərilinin, qırmızı dərilinin üzərində bir üstünlüyü yoxdur. İllə bittəqva. Yalnız təqva ilə. Üstünlük təqva iləndir. Sonra deyir ki, əbəlləq çatdırdım. Yəni şahidsiniz ki, çatdırdım. Dedilər ki, bəlləğə Rasulullah sallallahu aleyhi və səlləm. Dedilər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm çatdırıb. Ona görə bu mənzərəni görən, bu müamiləni görən bu ibadətdə, bu mehribançılığı görən, bu sevgini, bu məhəbbəti görən insanlar arasında ağlına ilk gələn nə olur? Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi. Hansı ki, rəvayət edib bizə səhabələri Məsəlül müminə fi təvaddihim və tərahumihim və təatufihim Məsəlül cəsədil vahid. Deyir ki, sallallahu aleyhi və səlləm, möminlər bir-birinə qarşı sevgidə, mərhəmətdə, şəfqətdə bir cəsəd kimidir. İzəştəkə minhu udun, ondan bir üzv şikayət edərsə, yəni ağrıyarsa, tədəə ləhu səyirul cəsəd bilhumə və səhər. Cəsədin digər əzaları cavab verir ona, qızdırma ilə, ağrı ilə, səhər, yəni yatmaz səhərə kimi, yəni ağrıdan. Bu mənada. Ona görə bu səfər, bu həcc səfəri əzəmətli səfər idi. Əzəmətli bir ibadət üçün çıxılan səfər idi. Baxmayaraq, dünya səfəri
bədənlə qət edilir. Dünya səfəri bədənlə qət edilir. Axirət səfəri, hansı ki bu kimi səfərdir, həcc səfəri axirət səfəridir. Bu kimi səfərlər bədənlə, qəlblə qət edilir. Ona görə İbn Qayyim deyir ki, şən o deyil ki, məsələ o deyil ki, gecəni ayaq üstündə ibadətdə keçirəsən, sonra səhər o karvana çatasan. Lakin məsələ odur ki, gecəni öz yatağında yatasan, səhər ayıldıqda karvanı ötüb keçəsən. Ona görə kim bu il Ərafada dayana bilməyibsə, Allahın ona tanıtdığı haqlarda dayansın. Haqları yerinə yetirməklə ayaq üstə dayansın. Kim aciz oldusa bu il Müzdəlifədə gecələməkdən Allahın itayətində əzimkarlıqla gecələsin. Əzimkarlıq etsin Allah'a yaxınlaşdıracaq əməlləri yerinə yetirməyə. Kim Minada dayana bilmədisə, Xeyf məscidində namaz qıla bilmədisə, Allah'tan ümidini kəsməsin. Allah'a ümid etsin. Qorxuyla, rəhmətinə sığınaraq, bağışlanmasına diləyərək, qurbanını kəsə bilmədisə, Minada, qurbangahda nəfsinin havasını kəssin. Şeytana uymaqdan uzaqlaşdırsın. Və kim Kəbəyə çata bilmədisə, Allahın evinə uzaq olduğu üçün Allah'a yaxınlaşsın, Allah'a dua etməklə. Çünki Allah Teala yaxındır ona, şah damarından da yaxındır. Bu günlərdə tövbə edə bilməyən sual versin özünə, nə vaxt tövbə edəcək? Bu günlərdə Rəbbinə qayıda bilməyən nə vaxt qayıdacaq? Rəbbinin çağırışına cavab verməyə vaxt tapa bilməyən nə vaxt tapıb cavab verəcək? Allah Teala həccimizi məbrur həclərdən etsin. Bizi müvəffəq etsin, bu ibadəti, əzəmətli ibadəti yerinə yetirib, başa vurub, evimizə, ailələrimizə tezliklə salamatlıq içərisində qovuşaq. Bizə müvəffəq etsin, bir daha Rəbbimizin çağırışına cavab verib bu evi ziyarət edə bilək, bu torpaqlara gələ bilək. İrəlilədikdən sonra Allah Teala bizi geriləməkdən qorusun. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Bizi eşidib faydalardan etsin. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəyiril musliminə min kulli zəm fəstəğfiruhu innəhu vəl-ğafurur rahim.